Allah hamının malına bərəkət versin. Ev arasında, mülk arasında olan bütün bacı qardaşlarımıza Allah nəsib edir inşallah qismət etsin. Xoş gördük dəyərli izləyicilərim. Sizlərə bir dənə gözəl təkliflə gəlmişik. Tam istədiyiniz bu zonada 322 nömrəli məktəbin aramız 4-500 məsafədə, ana yoldan 60 metr məsafədə yerləşən 2 mərtəbəli şəxsi tikili belə bir 4 sot içində. 4 sot yarımdır əslində, amma sənətdə 4 sot gedir çıxarışda. Bir də belə bir dənə şəxsi evimiz var, bağ evimiz. İstər bağ, istər yay, qış. İlin 4 fəsil yaşaması çox əlverişlidir. Başlayaq heyitimizin təqdimatından dəyərli izləyicilər. Burada çöldə bir sanitar qonşağımız. Burada bir saxlanıcı otağı var. Həm saxlanıcı otağı, həm gidrafon, filan, 5 mekan. Belə. Qəşəng meyvə ağacları. Orada süçənin biz. Heyit tamir, dəmir darvazası. Ev şəxsi tikilidir. Qiymətdir ki, həqiqətən. Yəni yenə deyirəm sizlərə. Əlim yandıdır, pajardır, belə şeylər heç vaxt olmur. Qiymət bazar qiymətindən bəli aşağı satılır. Amma pajardır, əlim yandıdır, filandır, cekbotdur. Belə şeylər heç vaxt sosial şəbəkələrdə paylaşılmır. Burada ki, bunun belə bir çıxışı var, eyvanı var. Burada işbulu bağlamaq olar, belə mətbəx kimi. Ya qış mətbəxi, ya filan, ya cam balkonu, ya da hər şey eləmək olar. Əsas odur ki, şəxsi tikilidir. Burada əzgilimiz də var. Maşallah olsun, əzgillər. Yapın əzgili. Qəşəng meyvə ağacları var. Tut ağacı, bir gözəl tut ağacı var, şirin bal kimi. Heyti tamir, böyle gözəl, yerdən də ki, havalandırmasına kimi dəyərli izləyicilər. O göstərim, bu önəmlidir. Gözün, evin içində hava oynamalıdır. Bütün kanallardakı mövcuddur. Ətrafdakı yaşayışdır, bir-birindən gözəl evlər. Məktəbi, bağçası, dükkanı, bazarı, hamısı düz yanında. Deməli, bu bizim evimizin gələcəyidir. Onu deyim sizlərə dəyərli izləyicilər. Evimiz yeni təmirdən çıxıb. Bax, kombi xəttləri çəkib. Amma quraşdırmayıb. Sadəcə yaşayış yoxdur deyənə quraşdırmayıblar. Bura bizim qonaq otağımız, değil mi? Buranın işıqlarını alacağım. Bura qonaq otağımız, maşallah olsun, çox genişdir. Geniş və işıqlı. Bura bizim mətbəximiz.